Salam vlogçu Bakı izləyiciləri, hər birinizi xoş gördük. Bu yaxınlarda BYD avtomobillərinin əsasən taksidə sürülən modelindən söhbət gedir. Onların bəzi detallarının, ehtiyat hissələrinin qiymətini öyrənə bildim. İstədim onu sizinlə bölüşüm. Çünki çox adam sual verirdi rəylərdə. Tapılır, tapılmır, tapılırsa qiyməti neçəyədir və s. Düzdür, hər detalı tapılmır yenə də. Müəyyən hissələr, ehtiyat hissələri var ki, bunlar ancaq sifarişlə gəlir. Ancaq bazı hissələr ki var, onları bugünkü gün artıq tapmaq olur. Məsələn, kapot tapılır və qiyməti təqribən 800-900 manat civarındadır. Bufer tapılır, bufer də təqribən 700-800 manat civarındadır. Qapılar bir ədədi 900 manat, 1000 manat. İndi kim necə istəyir, belə də satır. Mən dəqiq bilmirəm. Ən minimumu mən belə öyrənmişəm, sözün açığı. Sonra ən maraqlı sorğulardan biri onun faraları ilə bağlı idi. Faranın bir ədədi, yəni cüt yox, biri 350-400 manatdır. Yəni cütü təqribən belə hesab edin ki, 800 manat civarıdır. Bax belə. Bəs siz hansı detalların qiymətini bilirsiniz? Bilirsinizsə aşağıda rəylərdə yazın və səhifəmizi izləməyi unutmayın. Hələlik.